Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərim. Bugün sizinlə Saber Wellness şirkətində olan çaylardan biri olan çay nömrə 3 barədə danışmaq istəyirəm. Deməli, çay nömrə 3 yaban otlardan hazırlanmış fita çaydır ki, hansı ki, bütün digər məhsullarımız kimi tərkibi tam bitki mənşəlidir və bu çayın rolu nədən ibarətdir? Tərkibində pişik otu, dam otu, qaraqınlıq otu, çoban yastığı, dazı otu və nanə vardır ki, sinir sistemini çox gözəl şəkildə sakitləşdirir, əsəbləri qaydasına salır, gərgin iş günündən sonra rahatlaşmağa və harmoniya tapmağa kömək edəcək. Hal-hazırda özümdə qəbul edəcəm. Çayın qiyməti 7 manat 30 qəpikdir və məndən hər zamanki kimi sosial şəbəkələrdən mənə müraciət edən, istənilən izləyiciyə endirimlər olacaq, xüsusi endirimlər şəxsən mənim tərəfindən olacaq. Əlaqə deməli saxlamaq üçün vasitə 055 665 54 47-dir. Əlaqə saxlayın və sosial şəbəkədən bu videonun vasitəsilə mənə müraciət etdiyinizi qeyd edin və endirimlərdən yararlanın. Belə gözəl videoların davamlı olması üçün səhifəni izləməyi alıb və ürək işarəsini tıklamağı unutmayın. Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərim. Bugün sizinlə Saber Wellness şirkətində olan çaylardan biri olan çay nömrə 3 barədə danışmaq istəyirəm. Deməli, çay nömrə 3 yaban otlardan hazırlanmış fita çaydır ki, hansı ki, bütün digər məhsullarımız kimi tərkibi tam bitki mənşəlidir və bu çayın rolu nədən ibarətdir? Tərkibində pişik otu, dam otu, qaraqınlıq otu, çoban yastığı, dazı otu və nanə vardır ki, sinir sistemini çox gözəl şəkildə sakitləşdirir, əsəbləri qaydasına salır, gərgin iş günündən sonra rahatlaşmağa və harmoniya tapmağa kömək edəcək. Hal-hazırda özümdə qəbul edəcəm. Çayın qiyməti 7 manat 30 qəpikdir və məndən hər zamanki kimi sosial şəbəkələrdən mənə müraciət edən, istənilən izləyiciyə endirimlər olacaq, xüsusi endirimlər şəxsən mənim tərəfindən olacaq. Əlaqə deməli saxlamaq üçün vasitə 055 665 54 47-dir. Əlaqə saxlayın və sosial şəbəkədən bu videonun vasitəsilə mənə müraciət etdiyinizi qeyd edin və endirimlərdən yararlanın. Belə gözəl videoların davamlı olması üçün səhifəni izləməyi alıb və ürək işarəsini tıklamağı unutmayın.